Müasir cərrahiyyə artıq keçmişdəki qədər qorxulu deyil. Müasir cərrahi yöntəmlərlə, kiçik kəsiklərlə böyük əməliyyatlar icra edirik. Nə deməkdir kiçik kəsik? Kiçik kəsiklər olduğu zaman xəstələrin daha az ağrısı olur, daha tez aktivləşir və bərpa müddəti də çox qısa olur. Artıq böyük əməliyyatlardan sonra bir neçə saat sonra xəstəni aktivləşdiririk, rahat şəkildə gəzə bilirlər və bir neçə gün sonra da rahat şəkildə xəstəni evə yaza bilirik. Bu müasir metodların digər bir üstünlüyü də insan gözünün gördüyü ölçüdən daha böyüdülmüş şəkildə bizə göstərməsidir. Yəni əməliyyat sırasında biz orqanları normaldan daha böyük görərək daha incə işlər icra edə bilirik. Bundan başqa daha az qanaxma, daha az çapıq, daha estetik nəticələrimiz olur. Müasir cərrahiyyə qorxulu deyil, tam tərsinə az ağrı ilə, az çapıqla həyat keyfiyyətini yüksəldir. Əgər sizə də hər hansı bir xəstəlikdən dolayı əməliyyat məsləhət görülübsə, bundan qorxmayın, düzgün şəkildə soruşturun, araşdırın. Müasir cərrahi yöntəmlərin icra olunduğu xəstəxanalara, müasir cərrahi yöntəmləri icra edən həkimlərə müraciət edin və sağlamlığınız üçün doğru, düzgün qərar verin. Bu kimi maarifləndirici videoların davamını gəlməsini istəyirsinizsə, bizi YouTube kanalından takip edin və yorumlarda suallarınızı yazmağı unutmayın.